ABŞ İranda çevrilişə mi hazırlaşır? Rusiya İrana necə yardım edəcək? Ümumiyyətlə, Rusiyanın məsələdə rolu olacaq. Bu politoloq Rəşad Bayramovla həm söhbət oluruq. Rəşad bəy, xoş gördük bir daha. Sabahınız xeyirli olsun. Sabahınız xeyir, xoş gördük. Təşəkkür edirik səhər-səhər dəvətimizi qəbul edib qoşulduğunuz üçün. Əvvəl ondan başlayaq ki, Rusiya tərəfi İrana kömək eləyəcək və nə formada kömək eləyəcək? Hələ ki, biz ABŞ-nin sonuncu hücumunu pisləyənlərdən birində Rusiya olduğunu gördük. Bundan əvvəl də demişdilər ki, İran bizdən heç bir siyasi xüsusiyyət istəməyib, Rusiyanın təklif etdiyi hava hücumundan müdafiə sistemlərini qurmağa maraqlı olmadılar və s. kimi. Bundan sonra Rusiyanın rolu olacaqmı? Bir bundan danışaq. Sonra bu çevriliş ehtimalları çox maraqlıdır. Sizin fikirləriniz maraqlı olacaq mənə. Buyurun. Təbii ki, indiki mərhələdə Rusiyanın bu və digər şəkildə birbaşa proseslərdə iştirakı faktiki olaraq mümkünsüzdür. Çünki Rusiya hal-hazırda digər bir cəhbələr savaş halındadır və təbii ki, belə bir vəziyyətdə İrana da dəstək vermək təkcə İsraillə üz-üzə qalmaq yox, həm də Amerika Birləşmiş Ştatları ilə başqa bir bölgədə aktiv döyüş əməliyyatlarında iştiraka bərabər hesab olunacaq. O baxımdan mən Rusiyanın indiki halda bu və digər şəkildə İrana dəstək verəcəyini düşünmürəm. Hansısa texniki dəstəkdən söhbət gedə bilər, hansısa kəşfiyyat məlumatlarının ötürülməsindən söhbət gedə bilər. Amma birbaşa hərbi əməliyyatlarda Rusiyanın iştirakı hal-hazırda inandırıcı deyil və ehtimal olunmur. Məsələ burasındadır ki, Rusiya özü də bu müharibədən bir müddət əvvəl İranla imzalanan strateji tərəfdaşlıq haqqında müqavilədə bilirik ki, həmin müqavilə uzun müddət müzakirə predmetinə çevrildi. Son mərhələdə birbaşa hərbi əməliyyatlara dəstək verməklə bağlı məsələ həmin sazişin mətnindən çıxarıldı. Yəni ondan bir həftə 10 gün qabaq Rusiya ilə Şimali Koreya arasında bilirik ki, eyni məzmunda bir saziş imzalanmışdı tərəfdaşlıq haqqında. Orada tərəflərin birinə hücum halında digərinin də dəstək verməsi öz əksini tapsa da, İranla imzalanan sazişdə həmin məsələ çıxarıldı. Və bu da o deməkdir ki, Rusiya əvvəldən də İrana hücum ehtimallarını nəzərə almışdı və onu da nəzərə almışdı ki, bu hücum ehtimalları zamanı, bu hücum əməliyyatları zamanı əgər sazişdən müvafiq maddə olsa, o zaman Rusiya birbaşa müdaxilə etmək, belə deyək, məcburiyyətində qalacaq. Ona görə də əvvəlcədən sazişdən həmin məsələ çıxarıldı və o baxımdan indi də Rusiyanın maksimum edə biləcəyi şey tərəfləri dialoqa çağırmaq və yaxud da İsrailə və yaxud da Amerika Birləşmiş Ştatlarının zərbələrini qınayan bəyanatlarla çıxış etmək olacaq. Yəni bundan başqa Rusiyanın hazırda elə bir imkanları yoxdur. Gələk Rıza Pəhləvi məsələsinə, bu da çox maraqlı bir məsələdir. Artıq konqresdə onun görüşünün olması, yəni çevrilişlə bağlı məsələlərin müzakirə olunduğu ehtimalını artırır. Bir də Trampın da zaten sosial şəbəkədə yazdığı bu çevrilişə eyham vurması məsələsi də bizi bu barədə düşünməyə vadar eləyir sözün açığı. Və təbii ki, İsrailin də Xamneyinin öldürülməsi ilə bağlı eyhamları və s. ümumilikdə Rıza Pəhləvi adının ortaya atılması və s. necə görünür sizə? Əslində Rıza Pəhləvi yeni oyuncu deyil proseslərdə. Rıza Pəhləvi uzun müddətdir ki, İranda aktiv şəkildə İranın mövcud hakimiyyəti əleyhinə dayanan şəxslərdən biridir və onun hər dəfə İranda gərginlik olanda, aksiyalar keçiriləndə, bir ayaqlanma baş verəndə mütləq şəkildə ortaya çıxıb çağırışlar etdiyini, bəyanatlar verdiyinə şahidlik etmişik. Konqresdə də keçən ildə görüşləri olub, ondan qabaqki ildə görüşləri olub və təkcə Amerika Birləşmiş Ştatlarında yox. Rıza Pəhləvinin İsraildə də bir sıra bundan əvvəlki dövrdə bir sıra görüşlər keçirdiyi məlumdur. Amma məsələ burasındadır ki, bu günləri təbii ki, Rıza Pəhləvi ilə bu və digər şəkildə hansısa söhbətlər aparıla bilər. İranın bundan sonraki gələcəyi ilə bağlı hansısa fikir mübadilələri aparıla bilər. Amma bu böyük güclər istəyir, Amerika Birləşmiş Ştatları olsun, istəyir İranın daxilində baş verənlərdən kifayət qədər məlumatlı olan İsrail olsun. Onlar da kifayət qədər yaxşı bilirlər ki, Rıza Pəhləvi İran daxilində ictimai-siyasi proseslərə təsir etmək gücündə olan bir insan deyil. Yəni, düzdür, 7 yaşında vəliəhd titulu aldı, ondan sonra məcbur qalıb İranı tərk elədilər və sonra da bir şura yaradıldı, ona rəhbərlik edir. Amma bu günlər o şuranın özünün tərkibi belə İrana təsir imkanları olan insanlardan ibarət formalaşan şura deyil. Və bir şeyi də xüsusi olaraq qeyd etmək lazımdır. Bu günləri İranın gələcəyi ilə bağlı, İranın siyasi
belə deyək, dəyişikliklərlə bağlı nəsə bir plan qurulursa, mütləq şəkildə İranda ən böyük qrup olan Azərbaycan türklərinin, yəni soydaşlarımızın mövqeləri nəzərə alınaraq həyata keçirilməlidir. Yəni başqa bir bu günləri kiminsə İranda bu və ya digər şəkildə dəyişikliklər həyata keçirib, bizim soydaşlarımızın maraqlarını təmin etməyərək, onların mövqelərini, onların baxışlarını nəzərə almadan nəsə addım atması faktiki olaraq mümkünsüzdür. Azərbaycan türklərinin, soydaşlarımızın Pəhləvilərə olan münasibəti isə ortadadır. Yəni, Məhəmməd Rza Pəhləvinin hakimiyyətə gəlişi andan etibarən İranda Azərbaycan dilində danışmağın belə qadağan olunması, ictimai yerlərdə Azərbaycan dilində danışanların bu və ya digər şəkildə cəzalandırılması, ondan başqa 45-46-cı illərdə öz hüquqlarının müdafiəsinə qalxan Azərbaycan türklərinin 25 min Azərbaycan türkünün qətl edilməsi ilə bağlı hadisələr məhz Pəhləvilər hakimiyyəti dövründə başlayıb. Aydındır, bundan əlavə həm də ümumiyyətlə bu güclər hər hansı bir rejim dəyişikliyindən söhbət gedirsə, yəqin ki, şah rejiminin gətirilməsinə söhbət getməyəcək, amma bir rejim dəyişikliyi ifadəsi ümumiyyətlə doğrudurmu? Yəni, bu ümumiyyətlə real bir ehtimaldırmı? Və bir də ABŞ-nin nail olmaq istədiyi ssenari İraqda, Əfqanistanda, Livanda bizim gördüyümüz ssenari ola bilərmi? Yəni, bu ehtimalları necə görürsünüz? Açığı mən düşünmürəm ki, ABŞ Livanda, İraqda və digər yerlərdə o xaosu görmək istəsin İranda. Çünki İranda həmin o xaosun baş verməyi bundan sonra uzun bir dövr üçün digər region ölkələrinin təhdid altında qalmasına bərabər bir şeydir. Yəni, biri var, bu günləri hansısa bir qüvvə var və İranda vahid şəkildə həmin qüvvə tərəfindən idarə olunur. Sabahları xaos halında ayrı-ayrı ölkələrdəki Qərbin hərbi bazalarına hücumlar ehtimalı arta bilər. Daxildə qarşıdurma ehtimalı və vətəndaş müharibəsi ehtimalı arta bilər və bu günləri bu coğrafiyada bunların baş verməsi indiki mərhələdə Amerika Birləşmiş Ştatlarının özünün də marağında deyil. Ona görə də biz əməliyyatlar başlayanda da İsrail hakimiyyəti tərəfindən əvvəl düzdür, İsrail hakimiyyəti mütləq şəkildə son hədəf olaraq rejim dəyişikliyinin hədəf olaraq ortaya qoyurdu. Amma Amerika Birləşmiş Ştatlarının belə deyək, bunu istəməməsi fonunda ondan sonra İsrail də öz mövqeyini dəyişdi. Bu günləri hansı şəkildə həyata keçirilə bilər? Və bu ehtimal varmı? Bu ancaq daxildə, yəni kənar güclərin təsiri ilə bu günlər İran daxilində bu və ya digər dəyişikliyi həyata keçirmək faktiki olaraq mümkünsüzdür. Bu ancaq daxildə ayrı-ayrı qruplar, ayrı-ayrı etnik qruplar, ayrı-ayrı sosial qrupların belə deyək, ayaqlanması, dünyəvi dövlət istiqamətində mübarizə aparması fonunda baş verə biləcək hadisələrdir. O da bir günün, 2 günün, 3 günün məsələsi deyil. Bunun üçün real şərait yetişməlidir. Bunun üçün, baxın, bu günləri davamlı şəkildə İranın vurulması, zəiflədilməsi, iqtisadi cəhətdən çökdürülməsinin də əslində arxasında dayanan əsas səbəb ondan ibarətdir ki, daxildə bu hərəkat başlamış olsun. Daxildə bu hərəkat başlayacaqsa, o zaman hansısa belə deyək, dəyişikliklər olacaq. Yox, ancaq kənardan müdaxilə ilə, ancaq kənardan aktiv hərbi əməliyyatların keçirilməsi ilə kimisə belə deyək, fiziki cəhətdən ortadan götürüb rejim dəyişdi demək təbii ki, heç nə verməyəcək. Çünki necə ki, bilik ölmür, bu günləri alimləri öldürməklə, nüvə obyektlərini zərbə vurmaqla İranın tamamilə nüvədən imtinası necə ki, mümkün deyil. O şəkildə də kimisə fiziki cəhətdən arada götürməklə İranda rejim dəyişiklikdən aydın əslində bu İsrailin bu qədər İran daxilinə sızmasını nəzərə alsaq, yəni daxildə bu qüvvələrin belə də daha da alovlandırılması, bəzi yeni ideologiyaların yanılması o qədər də onun üçün çətin bir məsələ deyil, amma bu özü də çox geniş bir müzakirə mövzusudur Rəşid müəllim. Mən təklif edirəm növbəti efirlərdə bunda danışaq. İndiyə kimi verdiyiniz açıqlamalar üçün təşəkkür edirəm sizə. Politolog Rəşad Bayramov bizlə idi. Bir daha təşəkkürümüzü bildiririk.